Çətinliklərə rəğmən zirvəyə doğru gedən bir yol. Bu həyatın sınaqlarından alnı-açıq çıxmağı bacaran, iradəsi və istedadı ilə bir çoxlarına ilham verən gənc ifaçı Çingiz Mustafayevin yoludur. Mənim həqiqətən çox böyük komplekslərim var idi. Yəni görünüşə görə. Çünki hiss edirəm ki, fərqlənirəm. Mərkəzə gələndə mən bu kompleksləri aşdım. Uşaqlıqdan musiqiyə bağlı olan Çingiz əlilliyini heç vaxt maneə kimi görmədi. O, öz bacarığı və çalışqanlığı ilə səhnənin sevilən simalarından birinə çevrildi. Musiqiyə marağım uşaqlıqdan yaranıb. Yəni uşaqlıqdan mən oxuyuram, belə və anam bunu gördükdə 9 yaşımdan məni xora yazdırıb. Bəli, və xorda mən 9 yaşından 15 yaşıma kimi xorda dərslər alırdım və 15 yaşından desəm mən artıq bu mərkəzi tanıdım. Ən birinci təcrübə qazandım, çünki mən uşaqlığımdan arzulayıram səhnələrdə olmaq, müəyyən tədbirlərdə iştirak etmək və s. Və məhz bu mərkəz mənə imkan yaratdı. Mən tədbirlərə çıxmağa başladım. Uşaqlıqdan musiqi müsabiqələrində iştirak etməyi xəyal edən Çingiz Səs Azərbaycan musiqi yarışmasının bu ilki mövsümündə iştirak edib. Uşaqlıqdan belə arzulayırdım Səs Azərbaycana qatılmağa. Həmişə o proyektə çox böyük maraqla baxırdım. Və belə bir şans yarandı. Müəllimə dedi ki, bəlkə özünü sına, sən artıq hazırsan belə bu müsabiqəyə və mən də dedim ki, niyə də yox, çox həyəcanlandım. Çünki ilk dəfə idi mən böyük layihəyə, böyük səhnəyə addım atdım. Müslər dönməyəndə çox təəssüfləndim, amma ki, sonra başa düşdüm ki, bu əksinə mənə motivasiya verməlidir və mən düşündüm ki, mən öz üzərimdə daha da çox çalışmalıyam. Mən böyük arzum ölkəmizi Avroviziyada təmsil etməkdir və bunun üçün mən ən önəmli öz həyəcanımı aşmalıyam. Və əlbəttə ki, öz üzərimdə daha da çox çalışmalıyam. Musiqi onun üçün sadəcə sənət deyil, həm də azadlıq, özünü ifadə vasitəsidir. Hər ifasında, hər səhnəyə çıxışında o bizə sübut edir ki, əsl istedad heç bir sərhəd tanımır.